vəfalı adam sevərlər. 104 FM sevilən radioda İnam verilişini dinləyir və izləyirsiniz. Qonağım Şah Abbas məscidinin imam müavini, Azərbaycanda birlik və bərabər, vəhdət, məzhəblərarası münasibətlərin dözümlü bir şəraitdə inkişafı üçün, yüksəlişi üçün layiqincə mücadilə verən çox gənc ilahiyyatçı qardaşımız Cəfərovdur. Cəfəri sosial şəbəkələrdə daha bu soyadla tanınır. Allah razı olsun. Aparıcınız isə mən. 104 FM-də sevilən radioda İnam verilişinin müəllif və aparıcısı sizləri dua dedi Cəfər qardaşımız. Dualarında unutmayan Seyid Camal Əzimbəylidir. Əziz Seyidim, sizi salamlayıram. Bizim ailədə demək olar ki, hamı siz dediyiniz kimi itayət və ibadətlə namaz qılır, oruç tutur, Allaha bol-bol zikirlər edirlər. Bir nəfər ki var ailəmizdə, o isə bizə ironiya ilə hər zaman yanaşır. Valideyn haqqına rəiyyət ruhun diriliyinə necə təsir göstərə bilər ki, biz də həmin şəxsin islahı üçün mücadilə verək və bu andan başlayaq. Adını yazmır, adsız yazır. Valideyn məsələsi İslam dinində çox önəmli bir məsələdir. Hətta göstəriş var ki, onlar kafir olsalar belə, Bəli. yenə onlara hörmətdə qüsur eləməyin. Çünki hətta Quran-ı Kərimdə ayədə buyurur ki, onlar qocalığın ən şiddətli, ən şiddətli vaxtına çatsalar belə, belə deməyin. İmam Cəfər Sadiq əleyhissalam bir hədisdə buyurur ki, bundan da az incidəcək bir kəlmə olsaydı, Allah onu deyərdi. Onu deyərdi ki, onu da deməyin. Ona görə də bizim vəzifəmiz nədir? Bizim vəzifəmiz odur ki, əgər ibadət eləyiriksə, qarşımızdakı şəxsə də istəyirik ki, o ibadət eləsin, ona o gözəlliyi göstərmək lazımdır. İslamın gözəlliyin, mənəviyyatın gözəlliyini göstərmək lazımdır və onun üçün Allahdan dua eləmək lazımdır ki, ilahi, mənə bu hidayətin, gözəlliyin, şirinliyin, imanın şirinliyin nəsib elədiyin kimi, mənim valideynlərimə də bu hidayətin, imanın şirinliyin nəsib elə. Həm gözəlliyi göstərək, həm də Allahdan onların hidayəti üçün dua eləyək. Allah razı olsun Cəfər qardaşım.